Salam. Present continuous'un düzəlməyinə baxaq. Present continuous dediyimiz, yəni to be. To be'ni biz am, is, are formasında görürük. Plus fiil plus ing. Yəni I am going məsələn. He is going. We are going. Deməli, fikir verək ki, mütləq və mütləq bu elə bir, mən uşaqlara deyəndə belə göstərirəm ki, bunlar ürəyin bir yarısıdır. Yəni mütləq bunların ikisi də olmalıdır. Yəni am'lə ing ikisi də olmalıdır. I going demək səhvdir. I am go demək səhvdir. Ona görə mütləq fiili düzəldəndə fikirləşirik ki, indiki davam edici zamanda deyirik ki, she is eating. O yemək yeyir. We are drinking. Və s. Deməli, indiki davam edici zamanı nə vaxt işlədirik? Biz əgər bu dəqiqə ediriksə, yəni right now, at the moment, və yaxud da prosta now, at the moment, bu tip sözlərlə davam edici zaman işlədirik. Yəni, bu o deməkdir ki, mən bu dəqiqə edirəm. Və yaxud da look, listen kimi sözlərlə. Yəni, çünki biz deyirik, bax, filan kəs mahnı oxuyur, və yaxud da bax, quş uçur, qulaq as, filan kəs mahnı oxuyur, bu tip şeylər. Məsələn, look, the bird is flying. Flying. Fikir verdinizsə, ingi də işlətdik, izi də işlətdik. Mütləq. Ondan sonra indiki davam edici zaman nə vaxt işlədirik? Yəni, bu hadisə bu ərəfələrdə baş verirsə. Məsələn, mən deyirəm ki, mən bu aralar ingilis dili öyrənirəm. I am learning English these days. Bir var ki, siz ümumiyyətlə deyirsiniz ki, bu sizə aid bir faktdır. I learn English. Bir də var, yəni bu aralar öyrənirəm. Onda müvəqqətidirsə, I am learning-dən deyirik. Və yaxud da, məsələn, təkrarlanan şeylərdə biz present simple istifadə edirik. Məsələn, I go to school every day və yaxud da, nə bilim, every day. I go to a cafe 2 times a week. Həftədə 2 dəfə gedirəm. Və yaxud da prezident 4 ildən bir seçilir, 5 ildən bir seçilir. Nə bilim, mən heç vaxt çay içmirəm və s. Bu tip ifadələrin hamısında present simple olur. Present simple dediyimiz, yəni I never drink green tea. Nə bilim, we go to a park once a week. Həftədə bir dəfə parka gedirik və s. Deməli, bunlar təkrarlanır. Amma present continuous da deyiriksə, və yaxud da məsələn deyirəm ki, o həmişə işə she wears a suit, həmişə işə kostyum geyinir. To work. İndi əgər bu qaydadan kənara çıxıbsa, məsələn, bugün deyirəm ki, o normalda she wears dedimsə, bu o deməkdir ki, o həmişə kostyum geyinir işə. Amma qaydadan kənara çıxıbsa, məsələn, bugün o cinsdə gəlibsə işə, onda deyirəm she is wearing jeans today. Deməli, buradan belə nəticəyə gəlir ki, today, these days, this week, this month, bu tip ifadələr məhdudlaşdırıcıda, deməli, təkrarlanmır. Bu ay, bugün eləyirəm falan, yəni bunları. Ona görə today, this week, this month və s. bu tip ifadələrlə yenə də davam edici zaman işlədirik. Həm də şəkil təsvir edərkən, şəkil təsvirində də davam edici zaman işlədirik. Niyə şəkil təsvirində? Yəni, məsələn, biz orada baxırıq ki, tutaq ki, adamdır, açki geyinib, onda she is wearing glasses deyirik də. Çünki she wears glasses deyəndə bu deməkdir ki, bu adam həmişə açki geyinir. Amma biz bilmirik axı, o həmişə açki geyinir ya yox. Və yaxud da əynində mavi şort var, deyirik she is wearing a blue shirt. She wears a blue shirt demək düzgün deyil.